Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Özəl müsahibənin növbəti buraxılışı ilə qarşınızdayıq. Bu dəfə biz özəl müsahibədə müəllimlərin yetişdiyi ocaqdan verilişimizi yayımlayırıq. Azərbaycan Dövlət Pedaqoji Universitetindən. Görək gələcəyin müəllimləri burada necə yetişir. Özəl müsahibənin özəl qonağı isə bugün Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanovdur. Eldar müəllim, xoş gördük sizi özəl müsahibədə. Xoş gəlmisiniz. Eldar müəllim, gəlin ilk öncə yeniliklərdən başlayaq ki, ümumiyyətlə yeni tədris ilinə necə hazırlaşırsınız, hansı yeniliklər bizi gözləyir? Buyurun. Məmnuniyyətlə 2026-27-ci tədris ilinə yeni çağırışlarla başlayırıq. Təbii ki, ilk növbədə tələbə qəbulu planımızda olan yeniliklərdir. Bilirsiniz, keçən il Nazirlər Kabineti qərarı ilə bakalavr ixtisaslar qrupuna, təhsil ixtisasları qrupu üzrə riyaziyyat, fizika müəllimliyi ixtisası əlavə olundu və ilk dəfə ölkəmizdə bu iki fərqli və yaxın qohum elm sahəsinin müəllimlik ixtisası açılır və düşünürəm ki, bu ixtisas xüsusilə bizim ayrı-ayrı regionlarımızda hər iki fənn üzrə tədris apara biləcək müəllim kadrın hazırlığı baxımından təqdirə layiqdir. Həmçinin ölkəmizdə ilk dəfə olaraq bilirsiniz ki, dil məsələsi, ana dili, dövlət dili məsələsi çox aktualdır. Biz Azərbaycan dilinin xarici dil kimi tədrisi üzrə mütəxəssis hazırlığına magistraturada başladıq. Azərbaycan dilinin xarici dil kimi tədrisi ixtisaslaşması üzrə magistr ixtisası olaraq biz bu il bu ixtisas üzrə də qəbul planı vermişik. Çox vacib istiqamətlərdən biri biz fəlsəfə ixtisası üzrə qəbul planı magistraturada fəlsəfə tarixi üzrə qəbul planını nəzərdə tutmuşuq və təsdiq olunub. Ümid edirəm ki, bu ixtisasda çox böyük rəğbət görəcək. Bizim filiallarımızda yeni ixtisaslaşmalar var. Bizim iki filialda aqronomluq ixtisası xüsusilə Quba və Cəlilabadda, Şəki filialımızda isə turizm işi ixtisasının və psixologiya ixtisasının açılmasına qərar verilib. Bu ixtisaslar üzrə tələbələr gözlənilir. Növbəti tədris ilində əsas istiqamətlərdən biri magistr təhsilinin əhatəliyinin artırılmasıdır. Keçən il aparılan islahatlar nəticəsində magistraturada biz mövcud ixtisaslaşmaların sayını 22-dən 34-ə qədər artırdıq. Bu ən çox ixtisas qrupunda ixtisaslaşma sayı artırılan ixtisasdır. Bu təhsil ixtisasları qrupunda pedaqogika ixtisası üzrə. Burada məsəl üçün mən bunların bəzilərini tamaşaçılar üçün də xatırlatmağı özümə borc bilirəm. Təhsil texnologiyaları, xüsusi istedadlı uşaqların təhsili, erkən yaş dövrünün inkişafı, məktəbə hazırlıq, təbiət elmlərinin tədrisi. Bilirsiniz ki, orta təhsilin məzmununda təbiət fənninin tədrisinə başlanılıb. Bu, dünyada science dediyimiz bir məzmundur. Ona görə də təbiət elmlərinin tədrisi üzrə mütəxəssislərin hazırlığı əsas vacib istiqamətlərdən biridir. Təhsil siyasəti, bu ölkəmizdə bu ixtisaslaşmalar üzrə məlumat üçün deyim ki, heç vaxt kadr hazırlığı aparılmayıb. Təhsil siyasəti, təhsil proqramlarının tərtibi və təkmilləşdirilməsi, təhsilin psixologiyası, təhsil menecmenti və təhsilin iqtisadiyyatı ixtisaslaşmaları magistratura səviyyəsində pedaqoji universitetdə növbəti dövrdə açılması nəzərdə tutulan ixtisaslardır. Xüsusilə xüsusi təhsilin ayrı-ayrı sahələri ilə bağlı bizim 90 kreditli il yarımlıq magistr proqramlarımız nəzərdə tutulub. Bu loqopediyadır, surdopedaqogikadır, tiflopedaqogikadır və oliqofreniopedaqogika ixtisaslaşmalardır ki, bu ixtisaslaşmalar üzrə də biz xüsusi təhsilin ölkəmizdə ehtiyaclarına görə mütəxəssis hazırlığını nəzərdə tuturuq. Üçüncü vacib bir yenilik, artıq biz bunu geridə qoyduğumuz tədris ilinin son semestrində müəyyən qədər işartılarını verdiyi bu rəqəmsallaşmadır və tədris prosesində süni intellektin istifadəsidir və qarışıq tədris metodlarının pedaqoji universitet tərtibidir ki, biz bununla bağlı da ayrı-ayrı dövrlərdə açıqlamalar vermişik. Bu dediyim əsas istiqamətlər bizim növbəti tədris ilində yeniliklər olaraq düşündüyümüz istiqamətlərdir. Və bu yeniliklər eksklüziv olaraq da özəl müsahibədə açıqlandı. Təşəkkür edirik bunun üçün. Siz az öncə qeyd etdiniz ki, Pedaqoji Universitetin regionallarda da filialları var. Bəs mərkəzdəki ana kampusun təhsil imkanları ilə regionallarda yerləşən kampuslar arasında hansısa bir fərqlər var? İnfrastruktur baxımından açığın deyim ki, bəzi filiallarımız var ki, onlar Pedaqoji Universitetlə demək olar ki, eyni vəziyyətdədir. Mən tam səmimi deyim. Məzmunla bağlı, məsəl üçün, bunu misal olaraq deyə bilərəm. Bizi dinləyən ictimaiyyət üçün də,
yəqin ki, siz də olmusunuz. Bizim Quba filialı, Şəki filialı, Şamaxı filialı bu mənada, yəni son bir ildə o filiallarımıza nazirimizin rəhbərliyi, ayrı-ayrı dövlət orqanları rəhbərliyi, həm vətəndaş qəbulları, həm region təhsil işlərlə görüşlər, həm orada yeni ixtisasların açılmasına bağlı əmək bazarı ilə görüşlər bir daha bunu təsdiq edir. Məzmun, yəni təhsil proqramları, dövlət standartları bütün filiallarda və universitetdə də eynidir. Fərq müəyyən qədər professor müəllim heyəti və laboratoriya imkanları ilə bağlı var. Nəzərinizə çatdırım ki, bizim ən çox ixtisası olan filialımız Şəki filialıdır. Orada cəmi 11 müəllimlik ixtisası üzrə kadr hazırlanır. Nəzərə alsaq ki, bizdə 25-26 müəllimlik ixtisasları var. Yalnız 11-i var. Nədən 11-i var, digərləri yoxdur? Məhz orada lazım olan müvafiq laboratoriya imkanlarının olmamasıdır. Baxmayaraq ki, biz bütün filiallarımızda müvafiq ixtisaslarda sistem fənninin tədrisi 2 semestrli aparıldığı üçün həmən regionda və şəhərdə olan qurulmuş Elm və Təhsil Naziri tərəfindən qurulmuş sistem mərkəzləri ilə əməkdaşlıq edirik, dərslər onlarla birlikdə keçirilir. Amma professor müəllim heyəti, elmi ixtisaslaşmış, elmi dərəcəsi və elmi adı olan professor müəllim heyətini müqayisə etsək, universitetlə filialları, burada müəyyən qədər fərq var. Amma son 10 ildə də, məsəl üçün, mən bir statistikanı deyə bilərəm ki, Quba filialının, mən bu yaxında bir məlumat oxudum ki, Quba filialında son 3 ildə 10 nəfər professor müəllim heyəti elmi dərəcə və ya ad alıb. Və onlar da bizə bilirik ki, hər filialımızda onlarla bizim gənc müəllimlərimiz var ki, onlar doktorantdır, müdafiə mərhələsindədir. Yəni, filiallar bu istiqamətdə inkişafdadırlar və inanıram ki, ildən ilə də bu istiqamətdəki fərq azalacaq. Az öncə də qeyd etdiyiniz kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti qocaman təhsil ocağıdır və təbii ki, böyük islahatlar həyata keçirilir. Amma xahiş edəcəm ki, gəlin problemlərin də gözünə elə birbaşa baxaq. Məmnuniyyət. Sizcə Azərbaycanda müəllim hazırlığında ən böyük problemimiz nədir? Hər halda universitetdə aparılan o elmi nəzəri hazırlıqla məktəb təcrübəsi arasında olan fərqdir. Ən böyük problem budur. Bu fərqi aradan qaldırmaq heç də asan bir sözlə, bir bəyanatla, bir qərarla olan bir məsələ deyil. Məktəb sürətlə dəyişir. Məktəbə ildən ilə yeni nəsil gəlir və məktəbin infrastrukturu sürətlə dəyişir. Böyük məktəblərimiz var, sistem yönümlüdür, böyük məktəblərimiz var, rəqəmsal yönümlüdür, böyük məktəblərimiz var, inklüzivdir, orada xüsusi qayğıya ehtiyacı olan uşaqlarımız da təhsil alır. Yəni, məktəb sürətlə dəyişir və universitet də bu dəyişikliklərə hökmən uymalıdır və bu istiqamətdə çox saylı işlər görülüb. Amma mən tam səmimi şəkildə deyirəm ki, bu fərq bu gün də aktualdır. Biz kadr hazırlığında tələbələrimizi nəzəri cəhətdən hazırlayırıq, amma sırf məktəb təcrübəsi, məktəbin real sinifdə baş verən proseslərə hazırlığı baxımından görüləcək işlər çoxdur. Və burada əsas məsələlərdən biri təcrübə proqramının təkmilləşdirilməsidir. Bilirsiniz ki, bununla bağlı bizim universitet olaraq təkliflərimiz var. Biz pedaqoji internaturanın təklif edilməsini nəzərdə təklif etmişik və bu məsələ təhsil dövlət strategiyasının tədbirlər planında ayrıca bir məsələ kimi qeyd olunub. Mən ümid edirəm ki, bu məsələ bizim baxmaq imkanımız olacaq. Baxmayaraq ki, biz bir semestri təcrübə proqramımız var. Bu təcrübənin bir hissəsi universitetdə, bir hissəsi məktəbdə keçirilir. Yeri gəlmişdən yeniliklərdən birinci suala cavab kontekstində də bunu deyim ki, gələn məktəb hissəsi təcrübənin daha da artırılacaq. Biz məktəblərin, seçilmiş məktəblərin müəyyən olunmuş meyarlar əsasında, o meyarlar da müəyyən edilib, ixtisas üzrə təcrübə bazası olmasını təklif eləmişik. Bu ilə bağlı məsələ MUT ilə hal-hazırda müzakirə mərhələsindədir. Ümid edirəm ki, bu məsələdə biz irəliyə doğru addım atacağıq və ayrı-ayrı ixtisaslar üzrə bizim baza məktəblərimiz olacaq, hansı ki, məhz o məktəblər həmən ixtisas üzrə, məsəl üçün, biologiya müəllimliyi ixtisası üzrə Bakının ən yaxşı məktəbləridir. Və həmən ixtisasın tələbələri məhz həmən məktəbdə təcrübələrini keçəcəklər, yalnız son semestr deyil, 4 illik təhsil prosesi boyunca. Məsələn, biz düşünürük ki, birinci tədris ilində tanışlıq təcrübəsi ən azı 2 həftə olmalıdır, ikinci tədris ilində 4 və ya 6 həftəlik onların artıq məktəb müəllimliyə giriş və ya müəllim namizədi, müəllim köməkçisi təcrübəsi olmalıdır və bu sistematik şəkildə artmalıdır. Amma
sualınızın cavabına bir daha qayıdıram ki, məncə bu yalnız pedaqoji ixtisaslarda deyil, ümumi təəssürat onu göstərir ki, bu əksər ixtisaslarımızda belədir. Bunun da ümumi səbəbi ondan ibarətdir ki, cəmiyyətdə və əmək bazarında dəyişikliklər daha sürətlə gedir. Və universitetlər olaraq, konkret halda mən Pedaqoji Universitetin təmsilçisi olaraq deyə bilərəm ki, bu dəyişikliklərlə əyaxlaşmaq zorundayıq. Eldar müəllim, baxın, bugün universitetə qəbul olan gənclərin müəllimlik peşəsinə olan həvəsini necə qiymətləndirirsiniz? Yəni, onlar bu peşəni sevərək, istəyərək gəlirlər, yoxsa başqa məcburiyyətmi deyək, başqa səbəblərmi onları gətirir? Açıq deyim, bu sual hər halda abituriyentlər daha dəqiq cavab verə bilərlər. Amma mənim əlimdə müəyyən datalar var. 2017-18-ci tədris ilindən etibarən biz universitet olaraq ənənəvi sorğular keçirdirik. Və o sorğulardan biri sizin sualınıza cavab vermək üçün bizə müəyyən data verir. Bu, birinci tədris ili qəbul olan tələbələrin qeydiyyat vaxtı aparılan sorğudur. Bizim marketinq komandası bu sorğunu aparır. Siz Pedaqoji Universiteti haqqında məlumatı hardan eşitdiniz? Siz Pedaqoji Universiteti niyə seçdiniz? Siz Pedaqoji Universiteti neçənci yerdə seçdiniz? Və orada açar, vacib suallardan biri odur ki, siz müəllim olmaq istəyirsiniz. Yəni, birinci tədris ilinin tələbələrinə verilən sual idi. Sualına təxminən tələbələrin 54-55%-i bəli, mən müəllim olmaq istəyirəm. Birinci tədris ilinin tələbələri bu cavabı vermişdi. Bu suala cavab 2025-ci ilin sentyabrında hal-hazırda birinci tədris ilini başa vuran tələbələrlə keçiriləndə bu suala 72-73% bəli, mən müəllim olmaq istəyirəm deyir. Bu 30%-lıq dəyişiklik ölkəmizdə müəllimlik peşəsinə, müəllimin nüfuzunun artırılması istiqamətində aparılan işlərə, müəllimlərin işə qəbulu ilə bağlı aparılan işlərə, hər halda universitetin də bu dəyişikliyin içərisində müəyyən uğur payı var. Hal-hazırda bu hər 10 nəfərdən 7-sidir və düşünürəm ki, bu rəqəmi daha da yaxşılaşdıra bilərik. Bu istiqamətdə də biz müntəzəm iş aparırıq, həm açıq qapı günləri, həm məktəblə iş, həm məzunlar vasitəsilə aparılan işlər, həm sosial media reklamları ilə biz universitet olaraq cəlbedici tərəflərimizi kommunikasiya eləməyə çalışırıq ki, kimlərsə müəllim olmaq istəyirsə, 20 ali məktəb arasında, yeri gəlmiş 20 ali məktəbdə pedaqoji kadrazlar aparılır. Biz dolayısıyla bir çox ixtisaslarda bəzən 20, bəzən 5, bəzən 3 ixtisasda müxtəlif ali məktəblə rəqabət içərisindəyik. Yəni o tələbələr bizi və ya başqa ali məktəbi, o cümlədən filialımızı belə, 5 filialımızı belə seçə bilərlər. Bu rəqabətdə çalışırıq ki, universitetə özümüzü ifadə eləyək və ən motivasiyalı tələbələri cəlb edək. Elə bax, yerinə düşər bu sualım ki, baxın, təsəvvür edin ki, mən bir məzunam, yəni abituriyentəm, sizin qarşınızda dayanmışam və sizə sual verirəm ki, niyə mən Azərbaycan Dövlət Pedaqoji Universitetini seçməliyəm? Mənə 3 xahiş edəcəm argument göstərəsiniz və elə Təhsil TV kameraları vasitəsilə də bir çağırış etməyinizi istəyərəm. Çünki abituriyentlərimiz bildiyiniz kimi seçmə ərəfəsindədirlər. Buyurun. Bəli, Pedaqoji Universitet bəlkə ola bilər çox təmtəraqlı, çox parıldayan, akademik şəhərciyə malik deyil. Amma Pedaqoji Universitet ölkəmizdə 105 ildə müəllim hazırlığı mərkəzi olaraq müəllim olmaq istəyən insanların seçdiyi doğru ünvan olduğunu təsdiq edir. Bu fikrimi mən sadəcə olaraq sözlərlə deyil, rəqəmlərlə islandırmaq istəyirəm. 2026-cı il Pedaqoji Universitetinin məzunlarının ilkin nəticələri, yəni bu il bizim universitetdən məzun olanların nəticələri necədir? MİQ və magistratura. 2026-cı ildə Pedaqoji Universitetdən 2278 nəfər bakalavr təhsil səviyyəsi üzrə məzun olub. Onlardan 901 nəfəri, yalnız 901 nəfəri, bu 40% edir məzunlarımızın, MİQ imtahanlarında iştirak edir. Onlardan 1040 nəfəri isə ölkəmizin magistratura imtahanlarında iştirak edib. Yəni, onlar təhsilin növbəti pilləsini seçməyə qərar veriblər. 75 nəfəri isə biz onlara xüsusi arayış verdiyimiz üçün bunun qeydiyyatı gedir. Biz bilirik hansı ali məktəbə, hansı ixtisasa verib. 75 nəfər isə xaricidə magistraturaya təhsil almağa gedib. Yəni, bizim bu ilki məzunlarımızın 40%-i MİQ-ə, 48,9%-i təxminən 49% isə magistratura təhsil pilləsini edib. Yerdə qalan isə bu iki statistikasının birində deyil, ya hərbi xidmətdədir,
və yaxud da ki, ailəvi səbəbdən bu iki yoldan birini seçməyib, yeri gəlmişdən dövlət qulluğu da pedaqoji universitet top 5-dədir. Baxmayaraq biz pedaqoji universitet müəllim hazırlayan ali məktəbi, əgər siz dövlət imtahan mərkəzinin dövlət qulluğu imtahanlarında nəticələrinə görə ali məktəblərin bölgüsünə baxsaz, pedaqoji universitet dövlət qulluğuna da kadr hazırlayan və məzunlarının ən çox müraciət etdiyi 5 ali məktəbdən biridir. Bizim MİQ imtahan nəticələrimizin imtahanlar, bu ilkin MİQ imtahanını bilirsiniz, nəticələri artıq yekunlaşıb və bizdə ilkin nəticələri var. Pedaqoji Universitetin 901 bu ilkin məzununun MİQ imtahanlarında 76%-i 50 baldan çox nəticə toplayıb. 54%-i 40-70 baldan çox nəticə toplayıb. Yəni 901 nəfər məhz müəllim olmaq üçün MİQ imtahanı verənlərin 54%-i 70 baldan çox bal toplayıb ki, razılaşın ki, məsələn, bunların içində 90-100 arası, yəni maksimal balda, yəni bunlar hara təyinat istəsələr böyük ölçüdə gedə biləcəyi tələbələrimiz, məzunlarımızın 15%-idir. 80-90 bal arası 14%, 70-80 bal arası 25%. Bu rəqəmlər göstərir ki, Azərbaycan məktəbinə, müasirləşən, rəqabətin sürətləndiyi Azərbaycan məktəbinə müəllim olaraq getmək istəyən gənclərin seçə biləcəyi ən doğru ünvanlardan biridir. MİQ imtahanı ilə bağlı mən bir qədər sonra sizə bir sual ünvanlayacağam. Məmnuniyyət. Ölkəmizin bəlkə də razılaşarsınız ki, ən böyük, belə deyək də, müəllim təbii ki, hazırlığında ən böyük problemlərindən biri də ucqar dağ kəndlərində, regionlarda müəllim, savadlı gənc kadrların azlığıdır. Yəni, məzunların çoxu Bakıda qalmaq istəyir. Universitet bu problemi necə aradan qaldırmaq istəyir? İnanın səmiyyətimizdə bizim bu 6-7 ildir müntəzəm üzərində çalışdığımız məsələdir. Düzdür, ucqarlara tələbələrimizin, daha doğrusu gənclərin MİQ imtahanından keçib təyinat almasına baxaraq getməməsi təmayülü açıq şəkildə özünü son bəlkə 5-6 ildə qabarıq şəkildə göstərir və bizim bu prosesə reaksiyamızı da başa düşürsünüz ki, yəqin ki, bu reaksiya ən azı 4 il keçməlidir ki, nəticə versin. Burada təsirli vasitə mən düşünürəm ki, daha sərt alətlərdən istifadədir. Yəni, biz fakt olaraq görürük ki, ölkəmizdə müəllim olmaq istəyən insanların sayı kifayət qədərdir. İkinci gördüyümüz ondan ibarətdir ki, onlar müvafiq imtahan nəticələrini toplayıb, təyinat almaq göstəricilərinə malik olan sayıda kifayət qədərdir. Amma onların böyük əksəriyyəti böyük şəhərlərdə təyinat yeri istəyir, orada isə yerlər məhduddur. Dolayısıyla sıxlıq böyük şəhərlərdə yaranır. Ona görə də dünyada çox geniş yayılmış təcrübəni biz qismən tətbiq edirik, mən daha təsirli tətbiq edilməni tərəfdarıyam. Mərkəzi məktəblərə təyinat üçün ucqar məktəblərdə 1 il, 3 il işləmə məcburiyyət gətirməliyik. Məsələn, qardaş Türkiyə Respublikasında bu tətbiq olunan üsuldur. Əgər siz Bakının mərkəzi məktəbində işləmək istəyirsinizsə, bu istəyiniz hörmətlə yanaşılır, balınız da kifayət edir. Siz həm ixtisasınıza görə bir neçə il bu qanunvericiliklə müəyyənləşdirilə bilər. Ucqar məktəbdə işləməlisiniz ki, mərkəzi məktəbə yer dəyişmə edəsiniz. İlk suala cavabında dedim, məsəl üçün, riyaziyyat, fizika müəllimliyi ixtisasında bilirsiniz ki, biz son təsnifata görə, daha doğrusu sonuncuna əvvəlki, təxminən 10 ilə bundan əvvəlki islahatlarla yaxın sahələri qoşa ixtisaslar etdi, tarix, coğrafiya müəllimliyi, kimya, biologiya müəllimliyi, riyaziyyat, informatika, rəqəmsal bacarıqlar müəllimliyi, indi riyaziyyat, fizika müəllimliyi. Dolayısıyla o müəyyən müəllimin saat stavkasının formalaşması baxımından həmən bölgələrdə baxmayaraq az şagird olur. Bu profil daha çox fənn üzrə tədris edəcək kadr hazırlığımız da həmən problemi qismən azaltmağa kömək edir. Amma bu təsirli, ciddi təsirli tədbir deyil. Təsirli tədbir məncə qanunvericilikdə mərkəzə cəlb olunmanı inzibati cəhətdən reqlamentləşdirmək, ucqarlara getmək isə maddi stimullaşdırma tədbirləri həvəsləndirmək lazımdır. Eldar müəllim, baxın, az öncə siz MİQ imtahanlarına toxundunuz, yəni müəllimlərin işə qəbulu müsabiqəsinə. Bugün müəllim olmaq istəyən hər bir şəxs biz bilirik ki, MİQ imtahanına, müəllimlərin işə qəbulu müsabiqəsindən keçir. Lakin bəzi hallarda belə fikirlər səslənir ki,
Pedaqoji Universitetin tədris proqramları, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin işə qəbulu, belə deyək, çərçivə sənədi ilə bəzi hallarda uyğun gəlmir. Belə deyək, ümumiyyətlə tələbə 4 il universitetdə oxuyur. Bəs o 4 il ərzində oxuduğu o biliklərlə MİQ imtahanına girə bilər, yoxsa bunun üçün özəl kurslar, repetitor yanına mütləq getməlidir? Biz tövsiyə eləmirik. Bizim apardığımız müşahidələr də onu göstərir ki, bu çox fundamental təsir göstərmir. Bilirsiniz ki, MİQ çərçivə sənədi axırıncı dəfə 2024-cü ildə yenilənib, 2021-ci ildə açıqlanıb ilk dəfə ki, MİQ-in çərçivəsi budur. 2020-ci ildə biz bakalavrı təhsil proqramlarının standartlarını təsdiq etmişik. Və 2020-ci ildə bakalavr təhsil proqramlarının standartı təsdiq olunanda ali məktəb olaraq bizim hüququmuz yalnız 60 krediti dəyişməyə var. 180 kreditin 60 krediti milli komponentdir. Bu, Elm və Təhsil Nazirliyinin əmri ilə, çərçivə sənədi ilə gəlir. Bilirsiniz, birinci kurs fənləri və təcrübə. 120 kredit Elm və Təhsil Nazirliyinin qərarı ilə yaradılan komissiya tərəfindən formalaşdırılır və ali məktəb 60 krediti müəyyənləşdirə bilir. Yəni, biz MİQ-in çərçivəsinə uyğunlaşmamız bizim çərçivəni biləndən sonra verə biləcəyimiz reaksiya idi. Təəssüf ki, biz 2020-də bu reaksiyanı verə bilmədik. 2024-cü ildə çərçivənin yekun çap olunan, açıqlanan versiyasına əsasən biz səbirsizliklə gözləyirik Elm və Təhsil Nazirliyinin verəcəyi qərarı ki, biz bakalavr dərsində 2025-ci ildə 5 il tam olurdu, biz onun yenilənməsini arzuluyurduq. Amma biz magistratura 2012-dən axırıncı dəfə yenilənmiş 2012-ci il sənədini biz yeniləşdirdik. Bu barədə mən danışdım. Magistraturanı arxada qoyduğumuz tədris ilində tamamladıq. Həm məzmun, həm yeni ixtisaslaşma ilə bağlı. Bakalavrda ümid edirəm ki, növbət tədrisində biz təsirli dəyişikliklərə gedə biləcəyik və o dəyişiklikləri edərkən əsas baxacağımız referans mənbələrdən biri də MİQ çərçivəsi olacaq. Amma mən istəyirəm, tamaşaçılar da bunu bilsin. Yalnız bu pedaqoji universitet baxımından demirəm mən, ümumiyyətlə deyirəm. Ali məktəbin əsas işi məhz o MİQ imtahanına uşağı hazırlamaq deyil. Yəni, bizim bakalavr hazırlığımızın qarşısında duran məqsəd təbii ki, əmək bazarının ehtiyaclarına uyğun hazırlıqdır. Növbəti təhsil pilləsi üçün həmən gəncləri lazım olan bilik və bacarıq və səriştiylə silahlandırmaqdır və təbii ki, ali təhsili mütəxəssis olaraq əmək bazarına təqdim etməkdir. Bu, məsələn, birinci tərəfi ilə bağlı demək istədiyim proses, yəni çərçivə və məzmunu formalaşması ilə universitetlərin təhsil proqramlarının məzmununu yenilənməsi arasında sinxron əlaqəni təəssüf ki, keçmiş illərdə qura bilməmişik. Bu, obyektiv səbəblərdən baş verib, mən bunu dedim. Amma bundan sonra ən az əlimizdə bir çərçivə var. Ümid edirəm ki, o çərçivə əsas etibarla uzun illər sabit qalacaq və biz o çərçivəyə uyğun daha böyük ölçüdə onu nəzərə almağa çalışacağıq. Amma 2020-ci il yeniliklərində biz bu iradın cavabı olaraq çox ciddi dəyişikliklər etmişik. STEM yanaşması, rəqəmsal bacarıqlar, proqramlaşdırma dilləri, pedaqogikanın ikinci bölməsi, qiymətləndirmə məsələləri, sinifin idarə olunması ilə bağlı bölmələri daxil etmişik. Və 2020-ci ilin təhsil proqramına məzun olanlar əmək bazarına 2024-cü ildən çıxmağa başlayıblar. Yəni biz 2024 və ondan sonraki ilin məzunlarının əmək bazarındakı nəzəri biliklərlə bərabər sinif təcrübələrinin nə qədər olub-olmadığına baxmamız lazımdır. Yəni ondan əvvəlki dövr, yəni 2023, 2022 və əvvəlki illərdə məzun olan gənclərimiz isə 2020 ilə yox, 2014-cü ildə təsdiq olunmuş təhsil proqramlarından gedirdi. Ona görə də tamaşaçılar da mənim bu izahatlarım biraz çaşqınlığı yarada bilər ki, bu təhsil proqramları 5 ildən bir, bu ümumi yanaşmadır və qaydalardır. Amma bu qaydaları mən fürsətdən istifadə edib təşəkkür hissinə bildirmək istəyirəm ki, Elm və Təhsil Nazirliyi magistratura səviyyəsində müəyyən qədər qırağa qoydu. Magistratura səviyyəsində biz keçən il təhsil proqramları 120 kreditli məzmunun 72 kreditli ali məktəb özü müəyyənləşdirdi. Yəni bizim dolayısıyla magistratura səviyyəsində cəmiyyətdə baş verən dəyişikliklərə hər il yeni kursa gələnlər üçün yenilənmiş məzmun təklif eləmək səlahiyyəti bizdədir. Ona görə mən fürsətdən istifadə edib xahiş eləmək istəyirəm. Bu bakalavrla bağlı yəqin ki, bu məsələlər düşünülür.
mən xahiş eləmək istəyirəm, bir təhsil işçisi kimi, pedaqoji universitetin təmsilçisi kimi bakalavr səviyyəsində də eyni cəsarətli addım atmalıyıq. Biz köhnə format, yəni 120 kredit ali məktəblərarası komissiyanın, 60 kredit ali məktəbin özünün sərbəst seçmə fənlər bloku olaraq və 60 kreditdə milli komponent olaraq 220 kreditin 4 illik bakalavr, 5 illik isə bu 300 kreditdir, formalaşdırılması metodologiyasından çıxaq. Milli komponent dövlətimiz tərəfindən, onun konkret halda dövlət orqanı tərəfindən müəyyənləşdirilsin. Bu təcrübə və müəyyən fənlər ola bilər. Qalan hissəsi ali məktəbin ixtiyarına buraxılsın, amma ixtisasın proqram təlim nəticəsi və ümumi səriştələr isə komissiya tərəfindən müəyyənləşdirilsin. Biz bunu magistraturada etmişik. Bax, bunu edəriksə, bundan sonraki dövrdə məsuliyyət tamamilə ali məktəblərin üzərinə düşəcək ki, əmək bazarında baş verən dəyişikliklərə anında reaksiya verə bilsin. İnklüziv təhsil bilirik ki, dövlət siyasətinin əsas prioritetlərindəndir. Amma bəzi müəllimlərimiz yəqin ki, razılaşarsınız ki, həmin o inklüziv uşaqlarla, belə deyək, autizmli, hiperaktiv uşaqlarla işləməyi, yəni necə davranacağını bilmirlər. Pedaqoji universitet bu yöndə hansı işlər görür? Yəni, bu istiqamətdə bizim işimiz 2019 ildən başlayıb. Bizim Bakıda Gənclik korpusumuzda və 5 filialımızda inklüziv təhsil mərkəzləri, resurs mərkəzləri yaradıldı. O resurs mərkəzləri hal-hazırda da bu təlimləri davam elətdirirlər. Biz dünyanın qabaqcıl müəlliflərdən birinin kitabını bu layihə çərçivəsində Azərbaycan dilinə tərcümə etdik. İnklüziv təhsil olaraq dərs vəsaiti kimi bütün kitabxana sisteminə, xüsusilə pedaqoji kadr hazırlayan ali məktəblərə, hər birinə yüzlərlə nüsxədə həmən layihə çərçivəsində təqdim olundu və 2020-ci il tədris planında bütün pedaqoji ixtisaslar, məktəbə qədərdən ta fransız dili və ya ingilis dili müəllimliyi ixtisasına qədər bütün fənn müəllimliklərində məcburi fənlər blokunda inklüziv və fərdləşdirilmiş təlim fənnini daxil etmişik və o 2020-ci ildən başlayaraq müəllim hazırlığında məhz bir fənn müəllimi olaraq inklüziv yanaşma tələb edən uşaqlarla işin metodikası həmən fənn çərçivəsində öyrədilir. Və həmən məzmunu bilən gənclərimiz 2024-cü ildən etibarən məzun olub əmək bazarına çıxır. Amma təsvir olsun ki, əvvəlki dövr məzunlarımızda bu məsələ olmayıb. Bilirsiniz ki, xüsusi təhsil müəssisələri var idi. İxtisasında defektologiya olub. Qanunvericiliyimiz əllər haqqında qanun olub. Yəni, bu qanunun adı, ixtisasın adı inklüzivlikdən, inklüzivlik fəlsəfəsinə daban-dabana zidd idi. Və biz həmən oradan gəlmişik artıq bura ki, subakalavrda həmən ixtisas üzrə kadr hazırlığının adı inklüziv təhsildir. Bakalavriaturada biz nail ola bildik ki, nəhayət ki, o xüsusi təhsil, xüsusi pedaqoq kimi olsun, special education dünyada olduğu kimi. Yəni, bu istiqamətdə biz pedaqoji universitet dediklərimi etmişik, amma burada mənə elə gəlir ki, nəzərə alsaq ki, hal-hazırda ölkədə ümumi təhsildə əmək fəaliyyətinə məşğul olanların təxminən 25-30% 2013-də MİQ imtahanı ilə gələnlərdir. Təxminən 70% qədəri, bəlkə biraz ondan çox və ya az, MİQ imtahanlarından öncə qəbul olunanlardır və onlar köhnə təhsil proqramlarına təhsil alıblar. O kateqoriyadan olan insanlara ixtisas artırma təhsilinin bu istiqamətdə verilməsi məncə vacibdir. Və pedaqoji universitet olaraq biz bu təcrübəmiz və ayrı-ayrı fənlər üzrə, məsələn, kimyada inklüziya məsələsi, kimyanın məktəbdə tədrisində biz xüsusi qayğıya ehtiyac olanların həmən o laborator işləri necə aparmalıdır? Bu ilə bağlı öz təcrübəmizi və təlimçi heyətimizi prosesə cəlb eləyə bilərik. Və son olaraq bir sualım olacaq sizə. Sizcə yaxşı müəllim, Eldar müəllim, yalnız yaxşı bilik ötürəndir, yoxsa cəmiyyəti formalaşdıran lider? Məncə hər ikisidir və daha çoxudur. Yəni, biz razılaşan ki, biraz müəllimləri çox stressə salmışıq. Yəni, müəllimlərimizdən gözlənti daha yüksəkdir. Bu da təbiidir. Müəllimlik peşəsinə ümumi liderimizin verdiyi qiymət ortadadır. Amma məncə bütün peşələr vacibdir. Təsəvvür edin, mühəndis də çox vacibdir. Hüquqşünas da, insanların ta həkimlər, memarlar, hər bir peşə vacibdir. Müəllimlik peşəsi isə daha ülvi və daha strateji əhəmiyyətə malikdir. Və bunun fərqində olaraq
müəllimlərin üstünə getmədən, amma bu prosesdə dəyişikliyi izləməliyik və xüsusilə süni intellektin, yeni cari nəslin, smartfon, ağıllı telefon nəslini görən insanların, onların baxışları iki sürətlə gedir. Onlar normal bir sürətlə baxmırlar. Onlar ya 1,5 və ya 2 sürətlə baxırlar. Onlar daha fərqli düşünürlər, fərqli nitq formalaşıb onlarda. Biz bunu birincisi qəbul etməliyik. Biz buna müxalifət olmamalıyıq. Bunu qəbul edib, bu prosesi tənzimləməkdə yalnız müəllimin üzərinə bütün məsuliyyəti qoymamalıyıq. Valideynlərin məncə burada rolu qaçınılmazdır. Cəmiyyətin rolu qaçınılmazdır. Məktəb idarəçiliyinin rolu çox vacibdir. Amma təbii ki, əsas iş müəllimlərin üzərinə düşür və müəllimlər, Qori müəllimlər seminariyasında və ya savadsızlığa qarşı mübarizə aparanda 20-ci əsrin əvvəllərindəki müəllim olmamalıdırlar. Onlar yalnız öz fənnini bilən və onu bəlli dərslik əsasında tədris edən şəxslər olmamalıdırlar. Onlar burada bəlkə çox eşitdiyiniz sözləri demək məcburiyyətində qalacam. Onlar burada daha çox uşaqlara dəstək rolunda olmalıdır. Onların özlərinin prosesi, müstəqil öyrənmə, müstəqil tənqidi təfəkkür yürütmə, sosial-emosional zəkalarını inkişaf elətdirmə imkanları tanıyan bir təhsil mühiti yaratmalıdır müəllim və inanın ki, aparılan tədqiqatlar onu göstərir ki, bunun üçün çox böyük bir yüksək texnoloji standartlar və s. lazım deyil. Bunun üçün peşəsini sevməlidir və məncə müəllimlərimizin öz peşəsini sevməsi üçün dövlətimiz son illərdə həm onların əmək haqqısı, həm iş şəraiti, həm məktəbimizin çöhrəsinin dəyişməsi, bugün Azərbaycanda son 10-15 ildə Azərbaycanda nə qədər yeni məktəblər tikilib, nə qədər yeni məktəblərimiz bir çox halda ali məktəblərin alt töralarından daha yaxşı təhsis olunub. Ona görə də biz bunun məhsulunu, biz bunun nəticələrini, xoş nəticələrini, yaxşı nəticələrini ümid edirəm yaxın 10 illiklərdə görəcəyik. Çox təşəkkür edirəm Sərdar müəllim ki, təklifimizi qəbul etdiniz, verilişimizin qonağı oldunuz və əminəm ki, bu söhbətimiz elə müəllimlər üçün bir stimul oldu, stimul verici bir söhbət oldu. Çox sağ olun, təşəkkür edirik. Mən təşəkkür edirəm fürsət yaratdığınız üçün. Çox sağ olun. Belə dəyərli izləyicilərimiz, bir daha qeyd etmək istəyirəm ki, özəl müsahibənin özəl qonağı bugün Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov idi. Yeni sezonda görüşəcəyik sizinlə. Özəl müsahibənin sonuncu, yəni bu sezon olan sonuncu buraxılışı idi efirdə. Yeni sezonda görüşmək ümidi ilə, sağ olun.